Dünya tufanı ərəfəsində yer kürəsində nə baş verirdi? Yer kürəsinin nüvəsi o dərəcədə aktivləşmişdi ki, yer kürəsinin dərin qatlarında və yer üzündə olan bütün kütlələr təlatümə gəlmişdi. O təlatümlər nəticəsində sular, su hövzələri nüvə aktivliyinə uyğun olaraq dalğalanırdı. Bunlara səbəb isə yer kürəsinin nüvəsindən başlamış kürə boyu eşidilən vahiməli uğultu səsi idi. Sanki yer kürəsi üsyana qalxmışdı, üsyan edirdi. O işıq tezliyi, sürəti çox güclü olduğundan suları dalğalandırıb, sular hərəkətə gəlmişdi. Torpaq səthi partlayıb daşlar parçalanırdı. Bir anda baş vermiş o yeryüzü təlatümü çox vahiməli idi. Bu yeryüzü təlatümünün nəticəsində o dövr insanlar su dalğaları və kürə təlatümü arasında qalaraq və ətrafda görünən yüksəkliklərə, dağlara, qayalara tərəf dartınırdılar. Su dalğaları özü ilə gətirmiş müxtəlif əşya, predmet, ağaclar o insanların su içərisində sudan xilas olmaqlarına da kömək edirdi. Maraqlı bir hal da ondadır ki, əksər heyvanlar üzə bilirlər. Amma insan üzməyi kömək vasitələri ilə öyrənir. İndiki halda yer üzündə neçə milyard əhali varsa, onun az bir hissəsi suda üzməyi bacarır. Əksəriyyətinə üzmək çətin görünür. Su içərisində olan o insanlar güclə sulara, dalğalara güc gələrək, tufandan dağlara, qayalara, daşlara tərəf istiqamətlənərək xilasa cəhd edirdilər. Görünən o daşlar, qayalar da onlara bir xilas ümidi və inamı verirdi. Güc sərf edərək, biri-birinə kömək edərək, güclə o daşlarda, o qayalar üzərində sudan xilas olurdular. Tufan sakitləşdikdən sonra o qayaları, o daşları Gəm qayası, güc qayası, xilas qayası adı ilə adlandırdılar. Yaddaşlarda tarixləşdirdilər. Ümumiyyətcə, keçmiş dövrdə, bədii ədəbiyyatda, hələ 19-cu əsrin özündə də gəm ifadəsi işlədilirdi. Gəm, güc, bir yerə toplanmaq, birlikdə cəm olmaq, güc işlətmək məna daşıyıcısı idi. Yəni ki, çox sonrakı tarixi mərhələlərdə yaz vaxtı deyirdilər ki, gəm vaxtıdır, torpağı gəmləmək vaxtıdır, gəm sürmək vaxtıdır. Yəni gəmin bir mənası güclə, güc sərf edib, dalğalara qarşı güc sərf edib birlikdə xilas olduq, yaddaş daşıyıcısıdır. Ona görə o insanlar xilas olduqları sahəyə, əraziyə güclə, gəmlə, sudan birliyə yığışdıqlarını yaddaşlaşdırıblar. Yaz vaxtı, əkin, şum vaxtı bir ifadə işlədərdilər ki, gəm etmək, torpağı şum etmək, buğa ilə olar. Buna isə çox böyük səbəb var idi. Səbəb ondan ibarət idi ki, o dövr insanlar göy qübbəsində hərəkətdə olan yeri dəyişən bürclər onlara məlum idi və adları da mövcud idi. Amma dünya tufanından sonra o bürclərin ad mənaları da dəyişilməyə başladı. Olan bürclər ərəfə vaxtına uyğun, hadisələrə uyğun olaraq adlandırılıb, ardıcıllaşdırılıb, ilk yeryüzü təqvimləri mənası daşıyıcılarına keçdi. Yəni yaz vaxtı günəşin Qoç bürcündən Buğa bürcünə keçən ərəfədə, indiki təqvimlə fevral ayının 18-dən mart ayının 18-ci ərəfəsi, bu tufan ərəfəsi və tufanın dayanması ərəfəsi kimi xarakterizə olunurdu. Həyatın yenidən başlaması, təzələnməsi, yenilənməsi yaddaşı idi. Torpağın gücə, vəcdə gəlməsi, torpaq altında olan bütün bitkilərin görünməsi, güclə, güc sərf etməklə boy atması ərəfəsi hesab edilirdi. Səbəblərdən biri də o idi ki, Buğa bürcü görünən ərəfədə tufandan xilas ərəfəsi, suyun çəkilməyə başlayıb yer üzündə həyatın bir də başlaması mənası, anlamı idi. Bu ərəfədən səmada günəşli günlərin başlaması, hava, torpağın istinməsi, yeni həyat bəxş edirdi. Günəşli günlərlə ağ buludlar topalaşıb hərəkətə gəldi. Dünyasını dəyişənlər yad olundu. Dirilər biri-birinə daha da mehriban oldu. O insanlar arasında mehribançılıq bir də döndü, bir də qayıtdı.